bakteriyaları xəstəlik törədilməsinin qarşısını alır və həmçində dəri bariyerinin formalaşmasında iştirak edir. Əgər bu bariyer pozularsa, yəni normal dəridəki bakteriyaların normal balansı pozularsa, bu zaman dəridə allergik reaksiyalardan tutun da dəri bariyerinin pozulması nəticəsində müxtəlif infeksiyaların artıq dərimizdə və bədənimizdə baş qaldırmasına qədər gətirib çıxara bilər və həmçinin dedim ki, antibiotika rezistentliyi səbəb olur. Bu da o deməkdir ki, məsələn, normalda bir kəs hər hansısa bir bakterial infeksiyaya yoluxubsa, ona antibiotikini verirsən, o ona təsir etməlidir və sağalmalıdır həmin şəxs. Amma bakteriyaya qarşı rezistentlik yaranarsa, artıq siz daha güclü, daha güclü antibiotiklər verməlisiniz ki, o xəstəliyin öhdəsindən gələsiniz və bəzən biz elə bir vəziyyətə gəlirik ki, ən güclü antibiotikləri veririk, yenə həmin xəstəyə heç bir faydası olmur. Çünki bədənində artıq bakteriyalar elə bir dönüşüm, mutasiya, vəhşiləşmə prosesindən keçiblər ki, adi antibiotiklər onlara təsir göstərmir və bu da təbii ki, fəlakətə gətirə bilən durumlardan biridir. Üçüncü maddəmiz isə SLSD, sodium lauril sulfat və yaxud da natrium lauril sulfat adlanır bu maddə. Bu maddə həmin o kosmetik vasitələrin köpükləndirici effektini ortaya çıxarır. Yəni üzünüzə ya da saçınıza tətbiq edəndə köpüklənməyə səbəb olur. Bu nədir? Bu maddə bizim dəri bariyerimizi pozur, dəri bariyerinin sağlamlığını, gözün selektiv qişasını qıcıqlandıra bilər və nəticədə dəridə infeksion proseslərin və dermatitin, allergik reaksiyaların yaranmasına qədər gətirib çıxara bilər. Dərini də həmçinin qurudur, ekzema tipi vəziyyətlərin yaranmasına gətirir. Çox maraqlıdır. Deməli, kosmetik şirkətlər özləri insan dərisində ekzema yaradırlar, sonra da ekzemaya qarşı məhsul satırlar.